Bismillahi, elhamdülillahi ve salatu ve selamu ala Resulillah. Qardaş, soruşur ki, Allah razı olsun, yaxşı sualdır həqiqətən. Soruşur ki, biz kişilər elm öyrənirik, Quran əzbəririk, imkan olursa Allahın izni ilə. Yəni, çöldə var da olur, rahat olur bizim üçün. Bəs qadınlar nə cür? Qadınlar da elm öyrənməlidirlərmi? Yoxsa onlar ancaq elə ev işlərinə məşğul olmalıdırlarmı? Yəni, belə deyək də, təbiri doğrusa, Hasana kimi onlar belə davam edəcəklər. Cevap olarak Peygamber sallallahu aleyhi ve sellem buyurur ki talabul ilmi faridatun ala kulli muslimin. Talabul ilmi faridatun ala kulli muslimin. Nebi sallallahu aleyhi ve sellem buyurur ki ilim talebi her bir Müslümana vacibdir. İlim talebi her bir Müslümana vacibdir. Bu hadisin isnadında zayıflık olsa da mənası doğrudur deyən muhaddislər var. Bu hadisin ziyadası var. Ziyadə nədir? Muslimətin. Talabul ilmi faridatun ala kulli muslimin və muslimətin. Muslimətin olan hissəsi ziyadədir hədisdə. Ziyadə artıqdır. Lakin bunun isnadında nədir? Zəiflik var. Məna baxımından doğrudurmu? Yoxsa doğrudur? Doğru deyil, doğrudur. Yəni hər bir müsəlman kişi və qadın, hər bir müsəlman kişinin və qadının üzərinə vacibdir ki, elm öyrənsin. Bunu özünə götürsək, Peyğəmbər sallallahu əleyhi və səlləmin əmridir. Talabul ilmi faridatun ala kulli muslimin. Hətta bu ziyadə olmasa belə, orada bir kəlmə keçir. Necə idi hədis? Talabul ilmi faridatun ala kulli muslimin. Nəkirada gəlir. Nəkirada ərəb dilində nədir? Nəkirada gələndə kəlmə ümumiyyəyə dəlalət edir. Elə deyilmi? Ərəb dilinin qrammatikası qaydasındandır ki, bir kəlmə nəkira yəni bir mənada qeyri-müəyyənlikdə gələrsə, o qeyri-müəyyənlikdə gələn söz nədir? Ümumiyyəyə dəlalət edir. Bir neçə yöndən öyrəndik ki, Peyğəmbərin sallallahu aleyhi ve sellemin hədisi var imiş ki, hər bir kişi və qadın elm öyrənməlidir. Elm öyrənməlidir, şəriə elm öyrənmək. Hədis ravilərinə baxanda görürük ki, nə qədər qadınlar var ki, onlar da Peyğəmbərdən sallallahu aleyhi ve sellemlə rəvayət ediblər. Elə ən çox, ən bariz dəlillərdən kim idi? Ayşə anamız radiyallahu anhə. Sonra barakallahu fikum qadının elm öyrənməsi. Əlbəttə ki, qadın elm öyrənməlidir. Qadının da ən yaxşı müəllimi kimdir? Yoldaşı. İndi Allah korusun, biraz göbul səsinizə də bunu demək lazım. Qadının yoldaşı da özü bilmirsə, bəs onda necə olacaq hal? Kişi də cahil qalır, qadın da cahil qalır, Allah korusun. Yəni, qadın üçün ən yaxşı müəllim kimdir? Onun evində yoldaşı. Yəni, mən özüm də öyrənməliyəm, mənim yoldaşım da öyrənməlidir. Məqsəd bu olmalıdır. Mən öyrənəcəm şəriəti, şərt deyil ki, biz hamımız elm tələbəsi olaq. Yaşadığımız yerdə də. Öyrənəcəm Allahın kitabını doğru şəkildə öyrənməyi, sonra yoldaşımı öyrədəcəm, yoldaşım da özür istəyirəm, söhbəti məndən getim, ümumən də. Yoldaşım da nədir? Uşaqları öyrədəcəm. Öyrənəcəm ərəb dilini. Öyrənəcəm şəriət elmlərini, tövhidi, sünnəni, fıqhı, bütün məsələləri. Sonra nədir? Qadın da öyrənəcək, uşaqlarını öyrənəcək. Beləliklə Allahın izinə qadın da öyrənmiş olacaq. Qadınla da öyrənmiş olacaq. Yəni, qadınların da arasında Allah mübarək, Allah bərəkət versin, bildiyimə görə nə qədər elhamdülillah öyrənənlər var. Qadın müəllimələri azdır, yox, çoxdur. Çoxdur, elhamdülillah, Allah mübarək. Elhamdülillah, dərslər keçirilir, ərəb dili dərslər keçirilir, Quran dərsləri keçirilir, sonra fıqh dərsləri keçirilir, əqidə dərsləri keçirilir. Nə qədər dərslər, nə qədər qruplar var ki, Allah mübarək, orada nədir? Qadınlar üçün dərslər keçirilir. Ona görə qadınlar özləri birincisi bu məsələdə gərək neynəsinlər? Özləri gərək bu məsələdə himməli olsunlar, əzmkar olsunlar. Ki, mən də öyrənəcəm. Mən də Quran oxumağı gözəl şəkildə öyrənəcəm. Mən də Peyğəmbərin sallallahu aleyhi ve sellemin hədislərini öyrənmək üçün, bilmək üçün, muradını başa düşmək üçün, Allahın ayətlərini başa düşmək üçün ərəb dilini öyrənəcəm. Nə qədər Allah mübarək dediyim kimi qruplar var ki, orada dil keçirilir, elhamdülillah. Yəni, birinci kitabdan dördüncü kitaba ki, bildiyimiz Mədinə kitabı. Və digər nədir? Digər kitablar da keçirilir. Sonra qadınlar öyrənəndən sonra əslində onun öyrənməsi özü üçün deyil, onun evladları üçündür. Həm özü üçün, tək özü üçün deyil demək istəyirəm, daha doğrusu. Tək özü üçün deyil. Həm özü üçün də, həm də nədir? Evladları üçün. Sabah qızlarını öyrədəcək, oğlanlarını öyrədəcək. O alimlərdən biri danışırdı, deyirdi, şafi eləyənlər analar idi. Əhmədləri əhməd eləyən analar idi. Onların anaları oldu da. İmam Şafi rahiməhullahın atası tez dünyasını dəyişmişdir, rəhmətullah aleyh. İmam Şafi'nin anası əlindən tuturdu,
aparırdı oğlunu nəyə? Quran mərkəzlərinə, aparırdı elm mərkəzlərinə, elm halqalarına ki, elm öyrən. Uşaqları nə edirdi? Oğlunu aparırdı, Şafini, rahiməhullah. Yeri gəlmişkən, İmam Şafinin anası fəqihə qadınlardan idi. O qədər fəqihə, yəni o qədər fıqhı bilən qadınlardan idi ki, Allah'ın ver. Alləmə qadını idi, həqiqət. İmam Şafinin anası. Bir günləri məhkəmə olur. Orada qazi çağırır, şahidlər lazım olur. Qazi İmam Şafinin anası daxil olur məhkəməyə. Məhkəməyə daxil olanda qazi deyir ki, şahidlik elə. İmam Şafinin anası baxır sağına soluna deyir ki, o birisi qadın ana. Deyir, nə o birisi qadın? Sən şahidlik o birisi gələcək də. Qazi də bilir nə deyir. Deyir, yox. Deyir, Allah demir mi ki, Subhanahu wa ta'ala, bir kişi olmasa 2 dənə qadın. Hanı o birisi deyir? Gələ biz ikimiz də bir yerdə olaq. Görürsünüz, gözlüyü deyir, o birisi qadın gəlsin deyir. Rahiməhullah. Ona kim öyrətmiş bunu? Özü öyrənmişdi. Görürsünüz, nə cürə qadınlar olub. Yəni, şafiləri şafi eləyən anaları olub. Əhmədləri əhməd eləyən anaları olub. Şeyxülislam İbn Teymiyyanı, rahiməhullah, Şeyxülislam eləyən anaları olub. Ona görə qadın da gərək niyyətini düzəltsin evdə. Desin ki, bəli, yemək də pişirəcəm, yoldaşımın da özür istəyirəm, haqlarını ödəyəcəm, evlatlarımın da haqqını ödəyəcəm, ev işlərimi də görəcəm, elm də öyrənəcəm. Vaxt tapan kimi. Mücarrad 5 dəqiqə, 10 dəqiqə elm öyrənsin. Onsuz da başqa şeylərə vaxt tapılır da, düzdür? Başqa şeylərə çox vaxt tapılır. Bu telefonlardan çox Allah qorusun. Yəni, mən demirəm telefonla da olmasın. İndi hər bir şeyin öz yeri var. Hər şeyin öz yeri var. Amma ki, nə olsun? Elm öyrənmək. Bunun üçün də ən yaxşı yol nədir? Bunun üçün ən yaxşı yol, mən sizə bir tariq deyəcəm Allahın izi ilə. Yol deyəcəm. Hansı ki, bu yolu təcrübə əhlindən eşitmişəm. Təcrübə əhli özü danışıb. Şeyx Məşhur Həfizəhullah deyir ki, mən deyir, ailə qurdum deyir. Təzə ailə qurdum. Və Allah ona orada ilham edib, elhamdülillah. Şeyx özü deyir ki, Allah deyir, burada mənə rəhm elədi deyir. Bu fikir mənim ağlıma gəlməsəydi deyir, mən deyir, aləmlə ayrılacağım deyir. Şeyx Məşhur o alimlərdəndir ki, gəncliyindən bu günə kimi Allah şeyxinin ömrünə bərəkət versin. Onun ən az oxumaq saatı, gündə ən az oxumaq saatı nədir? 10 saatdan çoxdur. Ən azı 10 saat. 15-16 saat arası oxuyur hər gün. Məktəbəsindən çıxma, kitabxanasından. Şeyx deyir ki, ailə quranda özünü tanıyır da. Fikirləşdim ki, bu cür nə olsa, mən bütün gün məktəbədə olacam, kitabxanada. Bu qadın deyir, bir gün dilə gələcək. Qadınlar da bu məsələdə həssas olur, elə deyil mi? Sən nə qədər kitabxanada olsun, heç bizə vaxt ayırmırsın. Şeytan da biraz vəsvəsə edir başqa yerlərdən. Aləm qarşı bir-birini Allah qorusun. Şeyx deyir ki, mən deyir, fikirləşdim ki, bu qadını da deyir, elm öyrənməyə deyir, yönəldim deyir. Necə elm yaxşı? Evdən çıxanda deyir, bir günlər deyir, harasa bir işin dalınca gedirdim deyir. Özü danışıb bu məclislərin birində, Həfizəhullah danışırdı. Deyir, evdən çıxanda dedim ki, bu kitabı götürün, zəhmət olmasa. Burada 16-cı səhifədən 21-ci səhifəyə kimi bir məsələ var. Bir də onu tapa bilərsən mənim üçün. Xahiş edirəm. Yoldaşına. Çalışıb biraz üsulları da gözəlləşdirmək lazımdır. Kobud olmasın da. Şeyx deyir ki, belə dedim, dedi ki, hə, eləyərəm deyir. Mən deyir, getdim işimin ardınca, qaydında deyir, gördüm ki, tapıb, özü sevinclidir. Sevinə ki, əlhamdülillah tapmışam. İndi yoldaşı iş tapışıb da. Dedim, Allah razı olsun, nə gözəl deyir, əlhamdülillah. Bir dənə deyir, təriflər dedim ona deyir. Əslində asan məsələ deyir. Yəni, şeyxin də burada məqsədi var imiş, nə deyir. Onu tapmaq deyir, ham elə bilərdi. Dedim, o bir dənə o qədər təriflərdim ki, Allah səndən razı olsun. Nə yaxşı deyir, bunu tapdın deyir, mənim üçün deyir. Mənim çox mühüm idi deyir. Sabahsı gün bir dənə də başqa bir şeydir. Yavaş-yavaş bir həftənin tamamında deyir, görüm, bu əməli başda oxuyur ki, deyir, subhanallah. Əməli başda oxuyur deyir. Beləliklə deyir, həyatımızı bu cürə qurduq, əlhamdülillah. Qadın qadın bu məsələlərdə həssas olur. Qadın görəndə kişi evdə nə ilə məşğul olursa da, üzr istəyirəm ağsaqqallardan, mütləq ki, o da yönələcək. O da insandır da, qardaş. O da Allaha iman edib, Resulullah'a iman edib sallallahu aleyhi ve sellem. Axirət gününə iman edib. Onun da qəlbində elm sevgisi var, istəyi var. Görəndə ki, yoldaşın nə ilə məşğul olursa, istər-istəməz ona meyl edəcək. Görsə ki, bütün günü yoldaşı Quranla, kitabla, yazı ilə, pozu ilə, bütün gün ancaq işi gücü budur. Mütləq bir gün o da nədir? Təsirlənəcək. Amma görəndə ki, kişi bütün gün evdə telefonla, futbola baxmaqla, Allah qorusun, teleseriyalara baxmaqla, kinolara baxmaqla qadın neynəcək? Onda qadını yox, özünü qıramaz. Sabahlar sən qadınından başqa şeylər görəndə ki, uşağı düzgün tərbiyələmir, özünü düzgün tərbiyələndirmir, Allah qorusun.
Onda qınam onu. Bil ki, sən özün eləmisən. Görəndə ki, sən bütün gün futbola baxırsan, mən futbol oynamağın haramlığından danışmıram. Müşahidədən danışıram, baxmadan. Futbol oynamaq kimsə başa düşməsin, idmandır. Bu yaxşıdır. Amma oturub bütün günü futbola baxmaq yaxşı deyil, Allah qorusun. Sən oturub bütün gün Quran oxu da, qardaş. Quranla məşğul ol. Yəni bizim o halımız deyil, biz belə deyək də, biz bütün məsələləri düzəltmişik, bir dənə o mu qalıb? O deyirlər, hər şey %100 gedib, bir dənə o qalıb. Bizdə elədir. Biz özümüz və ailələrimiz Quran-Kərim oxuya bilmirik. Elədir, yoxsa elə deyil. Mən haradasa səhv eləsəm, özür istəyirəm, mən burada saxladım, deyin ki, burada düz deməm. Biz özümüz kişilər olaraq, yoldaşlarımızla Qurandan sıfırıq, qardaş. Sıfır. Belə haçana kim davam edir? Bir Ramazan gəlir, 2 Ramazan gəlir, 3 Ramazan gəlir, 4 Ramazan gəlir. Ramazanlar gəlir, keçir. Hər dəfə deyirik gələnlər kimi öyrənərik. Hər dəfə deyirik gələnlər kimi öyrənərik. Ona görə barakallahu fikum əl-ələ verib Allahın dinini öyrənmək lazım. Əl-ələ verib nədir? Kişi də qadınla möhkəm şəkildə, ciddi şəkildə. Biz kitabı əzbərləyəcəyik. Bir də ki, uzun-uzun nədir? Necə deyək? Uzun vaxtlar vermək. Qorxuzmayaq ki, evdə qadınlar ki, 1 aya, 2 aya, 1 ilə bunu öyrən. 4 kitabı qutar 1 ilə. Cəmaatın yoldaşı, cəmaatın bacısı, anası qutar. Elə yox. Heç olmaz 2 ilə öyrən, 3 ilə öyrən. Bu biraz da ixlassızlığa aparır adamı, Allah qorusun hardasa. Demək ki, hansısa bir surəni 10 gün əzbərin. Vaxt vermək lazımdır rahat şəkildə. Onların da işləri olur da evdə, düzdür. Qadınlar kişilərdən biraz fərqli olaraq biz işlər daha çox olur. Heç olmaz, bir dənə surəni sən 2 ay əzbərin. O da bilsin ki, o arxayın vaxtı var, rahat şəkildə nədir? Əzbərsin. Allah daha doğrusunu bilir. Yəni, qadınlar da elm öyrənməlidir. Həm özləri üçün, həm ailələri üçün. Bu uzun olanda Allahın izniyle saadət olur evdə. Allah hamımızı xeyirlərə müvəffəq eləsin.